Hər kəs salamlayıram. Bu videoda belə bir maraqlı trigonometriya sualının həllinə baxacağıq. Gəlin vaxt itirmədən suala keçək. Sualda bizə ABCD trapesiyası verilib. Trapesiyada AC diaqonalı çəkilib. Həmçinin ADC bucağı və DAB bucaqlarının dərəcə ölçüsü 90 dərəcədir. ACD bucağı ABC bucağından 2 dəfə böyükdür. AD-nin uzunluğu 4, DC-nin uzunluğu 3-dür. Buna görə bizdən BC parçasının uzunluğu soruşulur. İndi biz bu suala trigonometriyadan necə istifadə edək? İlk öncə burada sinus 2 alfanın qiymətini hesablayaq. Gördüyümüz kimi sinus 2 alfa nədir? Qarşıdakı katetin, yəni 4-ün hipotenuza nisbəti. Hipotenuzun biz 5 olduğunu bilirik, çünki 3 bucağımızın katetləri 3 və 4-dür. Deməli, hipotenuz 5-ə bərabərdir. Qarşı bölünsün hipotenuz, yəni 4 bölünsün 5. Sinus 2 alfamız 4 bölünsün 5-dir. Həmçinin biz burada bir Z qanunu görürük. DC AB-yə paraleldir. Deməli, çarpaz bucaqların xassəsindən bu bucaq 2 alfadırsa, bu bucaqda 2 alfa olmalıdır. İndi biz ABC 3 bucağında sinuslar teoremi tətbiq etsək, sinuslar teoremi necədir? Tərəf bölünsün tərəfə baxan bucağın sinusu bərabərdir. Digər tərəf bölünsün digər tərəfə baxan bucağın sinusu. Yəni bu şəkildə. BC bölünsün sinus bucaq BAC bərabər AC bölünsün sinus bucaq CBA. Yəni sadələşdirsək, BC-nin uzunluğu x-dir. X bölünsün sinus 2 alfa bərabərdir. AC-nin uzunluğunu tapsaq, 5 bölünsün sinus alfa. Buradan x-i tapsaq, x-imiz bərabər olacaq. 5 vurulsun sinus 2 alfa bölünsün sinus alfaya. İndi biz burada sinus 2 alfanın 5'də 4 olduğunu bilirik. Burada sinus 2 alfanın əvəzinə 5'də 4 yazsaq, 5 vurulsun 5'də 4 bölünsün sinus alfa. 5'lər gedər, qalar 4 bölünsün sinus alfa. Deməli, biz x-i tapmaq üçün 4 bölünsün sinus alfanın qiymətini hesablamalıyıq. O zaman sinus alfanın qiymətini tapmaq lazımdır. Biz sinus alfanın qiymətini necə tapaq? Belə ki, gəlin burada DCA bucağından bir tənbölən indirək. Tənböləndirsə, onda alfa olaraq bölməlidir bucağı. Yəni, bu bucaqlar bir-birinə bərabər olmalıdır. İndi bu tənbölən oturacağına bir T deyirəm. O zaman DT-nin uzunluğuna 1A, TA-nın uzunluğuna da bir B deyək. O zaman biz tənbölənin xassəsindən nə əldə edərik? CT tənböləndirsə 3 bölünsün 5 bərabər olmalıdır A bölünsün B-yə, düzdürmü? Tənbölən olduğuna görə. Yəni A böl B bərabər 3 böl 5. Buradan biz A-ya 3K, B-yə 5K deyə bilərik. Həmçinin biz A üstəgəl B-nin AD kateti olduğunu bilirik. 3, 5. Deməli, digər katetimiz 4-ə bərabər olacaq, düzdürmü? Yəni, AD-nin uzunluğu A üstəgəl B-yə 4-ə bərabərdir. A-nın yerinə 3K, B-nin yerinə 5K qoyaq, bərabər 8K, bərabər 4. Buradan da K bərabər 0,5 əldə olunar. İndi baxaq, sinus alfanı burada necə tapa bilərik? Nəzər yetirək DTC 3 bucağına. Burada görürük ki, bu düz bucaqlı 3 bucaqdır. O zaman alfa bucağının sinusu qarşı tərəf, yəni A bölünsün hipotenuz olacaq. Buradan yazmağa davam edək. A tərəfimiz nə idi? Burada yazmışıq ki, 3K-ya bərabərdir. O zaman 3K, K-nın qiyməti 0,5 idi. Yəni 3 vurulsun 0,5, A-mızın uzunluğu 1,5-dir. O zaman TC hipotenuzun uzunluğu Pifagor teoremi ilə tapa bilərik. Bərabərdir kök altında A-nın kvadratı, yəni 1,5-in kvadratı üstə gəlsin 3-ün kvadratı bərabərdir. Kök altında 1,5-in kvadratına 3 böl 2-in kvadratı yazaq. 3 böl 2-nin kvadratı üstə gəl 3-ün kvadratı bərabərdir. Burada 3-ün kvadratı mötərizə xaricinə çıxarsaq, alınar 1 böl 4 üstə gəlsin 1. Bu da bərabərdir. 3-ün kvadratını kökdən çıxarsaq, 3 kök altında 1,25 alarıq. İndi bizim sinus alfamız nə idi? Qarşı katet bölünsün hipotenuz. Qarşı katetimiz A-dır. Yəni 1,5-dir. Hipotenuzumuz da nədir? 3 kök altında 1,25. Yəni 1,5-dən 3 gedər. Burada 2 qalır. Yəni 1 bölünsün 2 kök altında 1,25. 2-ni kökün altına salsaq nə alınır? Kök altında 4 olar, düzdürmü? Kök altında da 4-ü 1,25-ə vuranda nə alınır? Kök altında 5 alınır. Sinus alfamız yəni 1 bölünsün kök altında 5-dir. Burada 4 bölünsün sinus alfada. Sinus alfanın yerinə 1 bölünsün kök altında 5 yazsaq, 4 bölünsün 1 bölünsün kök altında 5. Yəni bilirik ki, biz ədədi hansı ədədə böləndə ədədimizi həmin ədədin tərsinə vururduq. Yəni 4-ü 1 böl kökdə 5-in tərsinə, yəni kökdə 5-ə vururuq. Bizim də cavabımız 4 kök altında 5 olur. Yəni doğru cavabımız D variantı.